Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bura Masallı rayonunun Bilək kəndidir. Allah şəhidimizi rəhmət eləsin. Vətənimizin bir bütövlüyü uğrunda vətənimizi candan çox istəyən övladlar, insanlar idi ki, vətənimizi canları ilə əvəz elədilər. Bugün 15 dekabr 2025-ci il Masallı rayonunun Bilək kəndindəyik. Bilək kəndində bu məzarlıqda uyuyan şəhidimizi ziyarət elədik. Şəhidimizi böyə başa çatdırmış, valideynin də gəldi ziyarət, Fərhad əmini ziyarət eləyək. Fərhad əmi uşaq şəhadətə yetişəndən sonra vəfat edib. Ya bölümdə duranda Füzulidir, bizim Sərçivar kəndindədir, Masallının Sərçivar kəndində. O da şəhid atasıdır, xətirləri əzizdir. Hər zaman deyirik ki, şəhidlərimiz hamının şəhidlərdirsə, hamılıqla da onları əziz tutub, sevməli, dəyərli bilməli, hər bir vasitə ilə onların xidmətində durmalıyıq. Füzuli Fərhad əmi haqqında danışdı bəzi sözləri. Həqiqətən adam kövrəlməyə bilmir. Bala qardaş, bizim bütün şəhid atalarının hamısının balasıdır. Bugün də Fərhad bala qardaş şəhid balamızın atasıdır. Biraz fərqlidir il dönümündən, şəhidimizin ölüm günündən. Bu günlə biz özümüzə borc bildik. İlk gündən 2020-ci ildən bəri biz ziyarət edirlər. Bu Qəbristanlıqda olmuşuq, bala qardaş balamızı ziyarət eləmişik. İndi də Fərhadın ikinci il dönümüdür. Yenə də bu günlər özümüzə borc bilərək gəldik, ziyarət elədik. Onlar dünyasını dəyişsələr də Allah Taala bizlərə, Abdullah qardaşıma can sağlığı versin. Neçə illərdir bizi ilə 5-ci ildə bərabərdir, bugünkü günə kimi. Hər insanda belə ürək olmur. Çox insanlar bizi ilə yoldaşlıq edir. Bu şəhid mənimdir, bu mənimdir, bu mənimdir, amma arxadan baxırıq, yoxdur. Abdullah qardaş bir neçə nəfər də var da, addan hamısını çəkmək istəmirəm, bəziləri var. Hələ də ki, bugünkü günə kimi bizimlə eyni şəhidin doğum günündə, belə günlərdə yanımızda olur. Allah Taala can sağlığı versin sizə də. Allah ziyarətinizi qəbul eləsin. Çox sağ ol deyirəm, minnətdarlıq bildirirəm. Andala ilahiyə ki, mənim adımın səslənməsinə ehtiyacım yoxdur. Bu vətən mənimdir. İstər 44 günlük müharibə vaxtı, İstər onu vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş insanların əziz tutması, onların valideynləri olmaq bir vasitədir ki, Peyğəmbərimizdən buyruqdur ki, yaxşı işlər görməkdə bir-birinizdən yarışın. Mənim məqsədim, qayəm hər zaman yaxşı iş görmək üçün çalışmaq olur. Nə qədər bacarmışamsa ölüm. Amma and ola ilahiyə ki, kimlərinsə mənə təşəkkür desinlər, məni görsünlər, məni dəyərləndirsinlər. Dəyərləndirirlərsə də belə qardaşlar, Allah razı olsunsa olsun. Amma içimdə, qəlbimdə olanı bildirmək istəyirəm ki, vallahi, yəni